Yox, bunu saxla, ondan sonra danışarıq. Parking yeri təşkil etmək hər adam edə bilər. Nə demək istəyirsən? Deyirsən yığışdıraq. Bunun yəqin ki, icazəsi var. Baxaq o icazəyə. Öz başıma gəlib açmışam. Bu rahatlığı hardan tapırsınız? Məndən başqa heç kim yoxdur burada. Paytaxtın Nəsimi rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında qapalı bir ərazidə qanunsuz parklama yeri təşkil olunub. Görünən odur ki, ərazi söküntü ərazisidir və burada nə vaxtsa köhnə tikililər olub, sökülüb yerində yeni bir bina tikiləcək və yaxud nəsə olacaq. Amma bundan istifadə edənlər müvəqqəti də olsa, burada parklama yeri təşkil edib pul qazanırlar. Bu parklama yerini siz təşkil etmişsiniz? Ha? Bu qanunludur, qanunsuz nədir bu? Bir də çəkilişi Bunu saxla. təşkil etmək olarmı? Yəni icazə kimi alırsınız? Saxla, ondan sonra danışarıq. Kimindir? Yox, bunu saxla, ondan sonra danışarıq. Mən sizdən soruşuram da. Bax belə yazmışsınız ki, avtoparking. Ya bu qanunludur. Bəli, qanunudur. Ya bu qanunlu olduğunu göstərmiş sənədi sübutu var. Sənədi də var, sübutu da var. Göstərə bilərsiniz. Nə qarıq burada? Bir dəqiqə, Pul qazanırsınız da. onu saxla, Hə. onu saxla. Parking yeri təşkil etmək hər adam edə bilər. Mən və yaxud da operatorum Sərxan belə bir yer yarada bilər, təşkil edə bilər. Bəli. Ya bu mümkündür. Bəli, niyə mümkündür? Rahat da belə. Bəli, bəli, mümkün. Buna icazə də var. İcazə kimi alırsınız. İcazə var. Nə demək istəyirsən? Deyirsən yığışdıraq. Hər kəs belə bir parking yarada bilər. Hər kəs yarada bilməz, yox. Bəli, hər kəs yarada bilməz. Bunun üçün icazə kimdən aldınız ki? Bunun yəqin ki, icazəsi var ki, Baxaq o icazəyə. nəyinə baxasan icazəni? İcazə veriblər ki, açmışıq da buranı. Kim verdi icazəni? Öz başıma gəlib açmışam, yaxşı. Ya maraqlı olan o da sual da odur ki, icazə kim verdi? Öz başıma gəlib açmışam. Belə rahatdır. Bəli. Bu ərazi kimin Bu ümumiyyətlə? ərazi dəmir yolunun. Onların da bura, indi onların balansından çıxıb bura. Ərazi deyirsə ki, dəmir yollarındır. O balansdan çıxıb hara keçib bəs? Kimə keçib? Ərazinin mənimdir. Ərazini mən almışam. Ərazi də alırsınız, parkini yaradırsınız və deyirsiniz ki, icazə də mənlidir. Bəli. Bu rahatlığı hardan tapırsınız? Nə hardan tapıram? Yəni ki, belə çox rahat danışırsınız. Özümə arxayla Şəhərin mərkəzində parking yaradırsan, Şəhərin mərkəzində biz 5-10 günlük yaratmışıq bunu burada. Sabahların burada tikinti gedəcək. Tikinti gedəndən sonra biz buradan çıxacağıq. Bu müvəqqətidir burada. biz dediyiniz kimdir? Yəni sizdən başqa kim var burada? Məndən başqa heç kim yoxdur burada. Biz dediniz ona görə deyirəm. Ada yəni ki, məndən başqa heç kim yoxdur burada. Bu müvəqqətidir. 5 günlük, 10 günlük, maksimum 1 aylıq, 2 aylıq ondan sonra burada tikinti gedir. Siz də dediniz ki, müvəqqəti bundan istifadə edeyim, bir parking yaradıb pul qazanım hə? Paytaxtın Nəsimi rayonu Mehdi Mehdizadə küçəsində avtomobil parklanması üçün qanunsuz zəbt edilən həmin ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Qanunsuz parklanma yeri təşkil edən şəxslərlə profilaktik iş aparılmaqla onlar barəsində qanuna müvafiq tədbir görülüb. Qeyd edək ki, dayanma, durma və parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ halların aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbir